Bismillahirrahmanirrahim. Rabbi şrah li sadri ve yessir li emri ve hlul uqdeten min lisani yefqahu qavli. Allah bu Novruzdan öncəki çətinlikləri gələcək müsəlmanların gələcək həyatında heç vaxt belə çətinliklərin görsənməsinə Allah imkan verməsin. Allah müsəlmanları dünyada qalib qərar versin inşallah. Allah müsəlmanların son ümidi olan İmam Zaman əleyhissalamın zuhurunda təzil eləsin. Onun zuhuru ilə Allah yaratdığı bu dünyanı daha da nurani eləsin. Biz Həzrət Əli əleyhissalamın gənclərə məktubunu izah edirdik və mübarək Ramazan ayı boyunca Ramazan ayı mövzuları olduğu üçün müəyyən bir hissələ dayandıq və yenə davam edirik. Yadınızdasa Həzrət Əli əleyhissalamın gənclərə məktubunun o hissəsində idi ki, haqqı əməlinlə və dilinlə həqiqəti çatdır və eyni zamanda pisliyi çatdır və bundan sonra yaxşılığa dəvət elə və dilinlə və əməlinlə. Hər ikisini yanaşı gətirirdi Həzrət Əli əleyhissalam. Həmin cümlələrin ardını inşallah icra edirik. Cümləni qeyd eləməmişdən öncə deyim ki, insanların, daha doğrusu inanclı insanların ən çətin məsələsi həmişə ictimai vəziyyətdə yaranır. Mövzular ictimailəşdikcə, mövzular qloballaşdıqca insanların həm boşluqları üzə çıxır və həm də çətinliklər yaranır insanlar üçün. Dinimizin bizə tapşırdığı ayinlərin demək olar ki, heç biri fərdi bir ayin deyil. Bütün ayinlər hamısı ictimai ayinlərdir, ictimai tapşırıqlardır. Sadəcə insanlar fərdi həyat yaşadıqları üçün, insanların böyük əksəriyyəti öz fərdi həyatına daha çox diqqət ayırdığı üçün dinin mövzularında öz fərdi həyat çərçivəsi boyda kiçildir və öz fərdi həyatı şəklinə salır və bütün mövzuları kiçik çərçivədə yaşamağa başlayır. Və kiçik çərçivədə yaşamağa başladığı üçün artıq insan olaraq, baxmayaraq ki, yaradılış etibarı ilə ictimai varlıq olaraq yaradılıb, amma ictimai varlıq olaraq yaşaya bilmir. Çünki onun həyat tərzi, bütün onun üçün açılan mövzular yalnız və yalnız fərdi mənada baş verir. Hər hansı bir mövzu açılırsa, problem ortaya çıxırsa, hər hansı bir narahatlıq görsənirsə, həmin narahatlıqları da fərdi baxışla həll etməyə çalışdığı üçün onun ayağa durur ki, həll eləsin, qalxır ayağa həmin məsələni həll eləsin, fərdi baxışla həll etmək istədiyi üçün ictimai bir problem yaradır. Müqəddimə qururam bunları, çalışacağım ki, rahat izah edeyim. Hər hansı bir mövzunu fərdiləşdirmək olmaz. Bunun problemi nədir? Çünki əvvəldə əmr bə mərufdan və nəhyəz münkərdən danışıb Həzrət Əli əleyhissalam. Əmr bə məruf və nəhyəz münkər insanların, belə deyək, inancların zehnində, düşüncəsində 2-3 formada hərəkət eləyir. Əksəriyyətini demirəm, istisnası ki var təbii. 2-3 növ hərəkət eləyir. Əmr məruf və nəhyəz münkər. Bir nəfərə əmr məruf etmək istəsələr, ya namaz tapşıracaqlar ona, ya oruç tapşıracaqlar ona və yaxud da qiyamətdən qorxudacaqlar. Başqa bir tərəfi olmayacaq. Çünki bu insan, bu əmr məruf eləyən insanlar sırf fərdi həyat yaşadıqları üçün, ictimai məsuliyyət hiss etmədikləri üçün və özlərinin də dindən götürdükləri mövzu namaz və oruc şəklində olur, eyni zamanda axirət mövzusu olur. Fərdi həyat yaşadıqları üçün dindən aldıqları mövzu da fərdi axirətlərinin formalaşdırılması olur deyə və bunların da əmr və məruf və nəhyəz münkər nəzəriyyələri yalnız və yalnız belə deyək, namaz və orucla məhdudlaşır.
Çünki bu fərdi həyat yaşayır. Qeyd etdim əvvəldə, dini ayinlərin heç biri fərdi deyil. Namazın özü də ictimai bir mövzudur, orucun özü də ictimai bir mövzudur. Deməli, əxlaq özü də fərdi bir anlayış deyil, bir fərdi anlayış deyil. Əxlaq özü də ictimai bir mövzudur. Əgər ictimai mövzu olmasaydı, Allah Quran-ı Kərimdə Peyğəmbərimizə buyurmayacaqdı ki, sən çox böyük əxlaqa sahibsən. Peyğəmbər ictimai bir varlıqdır, Peyğəmbər bəşəri bir varlıqdır. Bəşəri varlıq olduğu üçün ona Allah buyurur ki, sən əzəmətli əxlaq sahibisən. Qaydaq yavaş-yavaş mövzuya. Əmr və məruf və nəhy-əz münkər ictimai bir mövzudur. Burada demək istədiyim bir neçə nöqtə var, çox yormayacağım sizi. İctimai bir mövzudur. İndi bir adam əgər bu mövzuları müzakirə etmək istəyirsə, bir adam bu Həzrət Əli əleyhissalamın bu cümlələrini, eyni zamanda Quran-ı Kərimin ayələrinə müvafiq olan bu cümlələrini tətbiqinə keçmək istəyirsə, o adam görə ictimaiyyəti tanısın. İctimaiyyəti tanımayan insan istənilən mövzuya toxunacaqsa, mütləq ziyan eləyəcək. Bir insan şərlə xeyri nizamlaya bilməsə, bir görəcəyi işdən nə qədər xeyir gələcək, nə qədər ziyanı olacaq, bunu tənzimləyə bilməsə, nizamlaya bilməsə, onun bütün ictimai müdaxilələri və ictimai addımları hamısı belə deyək, dinə və yaxud da hər hansı bir milli və mənəvi dəyərə ziyan eləyəcək. Çünki bu adam özü ictimaiyyəti tanımır. İctimaiyyəti tanımadığı üçün fikir verirsiniz, müəyyən zamanlarda çıxır bir nəfər ictimai bir mövzunu sırf fərdi yanaşması ilə başlayır izah eləməyə. Həm yadıma gəlir, televiziya kanallarının birində çıxmışdı bir, belə deyim də, din xadimi idi. Çıxmışdı bir məsələni başladı sübut eləməyə. Bir məsələnin həqiqət olmağını sübut eləməyə. Müvəqqəti əqd məsələsini istəyir bunu sübut eləsin. Və ictimaiyyəti tanımadığı üçün və bugünkü ictimaiyyəti tanımadığı üçün o elə bilirdi ki, Peyğəmbər zamanındadır. Peyğəmbər zamanında oturub danışır. İctimaiyyəti tanımadığı üçün bu çıxdı, bu misal olaraq bir şəriq qaydanı izah eləməyə, bütün şəriəti qoydu ayaq altına, çıxdı televiziyadan. Bütün şəriəti koradı. Çünki zamanı tanımır. Bəzi mövzular var ki, onlar o zamanda ümumiyyətlə müzakirə olunmaz. Müzakirə olması mövzu deyil. Və bəzi mövzular var ki, deyəcəksən ki, dinin ayinidir. Amma bəzi mövzular var ki, müzakirəsi uyğun deyil. Bəzi mövzular var ki, ümumiyyətlə səsləndirilməsi uyğun deyil. Qətiyyən səsləndirmək olmaz. Onu səsləndirmək mövzu haqq mövzudur, düz mövzudur. Amma onu səsləndirmək cinayətdir müəyyən zamanlarda. Bu olduqca mühüm məsələdir. Üzr istəmək çox yaxşı bir əlamətdir. İnsan üzr istəməyi bacarsın. Amma müəyyən yerlərdə üzr istəmək böyük bir dənə cinayətdir. Ciddi bir dənə cinayətdir. Bu düzgün təhlil etmədiyi üçün mövzunu gəlib ciddi bir zərbə vurdu. İndi sən duracaqsan ki, istəyəcəksən, durasan bunun buraxdığı boşluqları düzəldəsən, kim olursan ol, elə boşluq buraxıb ki, kim qarışsa məsələyə özünü də korlayacaq, yenidən böyük bir fitnəyə səbəb olacaq, misal olsun, hər hansı bir fitnəyə səbəb olacaq. Ona görə Həzrət Əli əleyhissalam buyurur ki, yaxşılığa dəvət elə və eyni zamanda pislikdən çəkindir. Birinci məsələ budur. Biz özümüzü tanıyaq, görək hər hansı bir açdığımız mövzunun ardıca nə qədər hərəkət eləyə bilirik. Mühüm mövzudur. Bu nöqtələri demək istəyirəm sizə. Biz mövzu açacağıq. Hər hansı bir mövzu açacağıq. Birinci məsələ budur ki, mənim hisslərim, mənim hətta ən yaxşı mənada belə, mənim ülvi duyğularım, mənim fitri hisslərim mənim üçün hakim ola bilir. Həmişə ictimaiyyətə hakim ola bilmir. Cümədə qeyd eləmişəm, orada çıxışın sonunda işarə edim ona, burada müəyyən qədər izah edeyim bunu. Şeytan həmişə insanı qorxaqlıqla aldatmır. Şeytan həmişə insanı, üzr istəyirəm, günahla, fitnə ilə aldatmır. Şeytanın çox qəribə planları var, çox maraqlı planları var. Şeytan bəzən insanı öz şücaəti ilə aldadır. Hətta dini qeyrəti ilə allada bilir. İnsanın dini qeyrətindən istifadə edir. İnsan dini qeyrətindən istifadə edir. İnsan gəlir bu dini qeyrətinə görə, gəlir bir çıxış edir, bir ifadə işlədir və yaxud da nəhy-əz münkər etmək istəyir və yaxud da mübarizə eləmək istəyir. Zamanı düzgün tanımasa,
şəraiti düzgün təyin edə bilməsə, şeytan dini qeyrəti ilə aldadır onu. Bunun dinə böyük bir dənə zərbə vura bilir. Mənim yadımdadır, Quran yandırmışdılar. Bir dəfə Quranı yandırmışdılar xarici ölkələrin birində. Bir nəfər din xadimi çıxdı. Yaxşı da din xadimidir. Çox gözəl də insandır. Yəni, insan olaraq çox gözəl insandır, savadlı kadrdır, din xadimidir. O çıxdı, belə bir söz dedi. Quran qeyrəti ona mane oldu və eyni zamanda ictimai vəziyyətdən xəbərsizliyi ona, belə deyək, mane oldu düzgün təqdim eləsin. Gəldi, dedi ki, o Quranı yandıranı öldürmək lazımdır, onu yandırmaq lazımdır, tikə-tikə də doğramaq lazımdır. Bütün saytlar başladılar, İslam əleyhinə olan bütün saytlar başladılar ki, bu da biz deyəndə ki, İslam terror dinidir, siz inanmırdınız. Baxın, hüquq, beynəlxalq hüquq, məhkəmə, belə deyək, prinsipləri heç nə tanımadı. Yandırmaq, öldürmək lazımdır, yandırmaq lazımdır və tikə-tikə də doğrayıb yandırmaq lazım. Belə bir ifadə işlədilmişdi. Bunun Quranı müdafiəsi Quran üçün böyük bir dənə bəla oldu. Çünki ictimaiyyəti tanımır. Eyni zamanda dini, Quranı olan sevgisindən, ülvüsündən şeytan əsəbləşdirdi, qarışdırdı onu. Ən yaxşı duyğusundan, gözəl hissi, bir insan Quran üçün canı yanırsa, bir insan Quran qeyrəti çəkirsə, bu gözəldir. Amma necə ki, insan hər istədiyi paltarla cəmiyyət arasına çıxa bilmir, normal insandan söhbət gedir. İnsan hər istədiyi paltarla bir cəmiyyətə çıxa bilmir. Baxmayaraq, paltar pis deyil, amma cəmiyyətin paltarı deyil bu. İnsan hər fikirlə cəmiyyətə çıxa bilməz. Hər fikirlə ictimaiyyətə çıxa bilməz. Əks halda ziyan vuracaq, mütləq pis görsənəcək. Həzrət Əli əleyhissalamın gözəl bir cümləsi var. Həzrət Əli əleyhissalam buyurur ki, bir zaman gələcək ki, orada həmin zamanda dini bir növ təqdim eləyəcəklər ki, din bir növ təqdim olunacaq ki, təsəvvür edin, hər hansı bir geyimin, üst geyiminin, qışda geyinilən bir hər hansı palto mu deyim, kurtka mı deyim, onu kürük işlədir Həzrət Əli əleyhissalam. Deyir, sanki onu tərsinə giyinib soyuq havada gəzənə bənzəyəcək. Onu tərsinə giyinəcək. Onun isti saxlayan iç üzüdür. O çöldə qalacaq və onun çöl üzü içəridə qalacaq. Deyir, həm görünüş olaraq pis görsənəcək, həm də effektiv olmayacaq. Bax, bəzən görürsən, gəlir həmin zaman müəyyən yerlərdə, gəlir elə təqdim olunur ki, Həzrət Əli əleyhissalam da ondan danışır. Gəlir elə təqdim olunur ki, görünüş olaraq da pisdir və effektiv də deyil. Və müəyyən cərəyanlar ki var, onları yaradıblar, onlara fikir versəz, görün, onları yaradanda özlərini də düşünüblər. Bu cərəyanı hərəkətə salanda özlərinə düşünüblər. Ne üçün? Sabah bunlar beyni çönər, dönə bilər və öz əleyhimizə qayıda bilər. Onlar nə formadadır? Onların üzlərinə baxarsan qorxuludur. Dedikləri təvhidin effekti yoxdur. Heç bir effekti yoxdur. Onların qışqırdıqları təvhid ilə hələ heç kim Allaha çatmayıb. Dedikləri təvhidin effekti yoxdur. Təqdim etdikləri dinin effekti yoxdur. Və üzləri qorxuludur, ayaqları gülməli. Fikir verin, elə bir formada yaradıb onu ki, onun bu cəryanın görünüşündə gülüşlə qorxunun arasında böyük bir dənə təzad yaranıb. Bir vücudda ciddi bir dənə təzad yaranıb. Bunu buna görə eləyib ki, üzünə baxanda qorxasan. Çünki bu tövhiddən danışırıq, Allaha yaxın gelməyəsən. Və birdən sözləri olsunlasa səni birdən, ola bilər də sözləri olsunlasa səni təsir altına sala bilsələr, balağına baxasan ciddiliyinə fikir verməyəsən. Yəni bu ciddi adam deyil. Elə bir forma verirlər ona. Həzrət Əli əleyhissalam da buyurur ki, bir zaman gələndə belə olar. Belə olar, belə təqdim eləyərlər daha doğrusu dini. Ona görə də biz diqqətli olmalıyıq ki, əmr məruf eləyəndə və yaxud da nəhy münkər eləyəndə. Birinci məsələ budur. Mən ictimai adamam ya yox. Fikir verirsiniz, bu günləri nə qədər ziyanlar vururlar sosial şəbəkələrdə. Bir nəfər çıxdı, qışqırdı, dindən danışdı və dini müdafiə elədi. Öhdəsində o qədər vəzifə var.
o qədər məsuliyyət daşıyacağı mövzu var. O məsuliyyət daşıyacağı mövzuların heç birini düzəlməyib. İndi bu artıq belə deyək də Himalay dağını özü həll eləmək istəyir. Bu aşağı məsələlərin heç birini həll eləyəməyib. Yəni bir adam əgər öz fərdi həyatında belə öz məsuliyyətini hiss eləyə bilmirsə, o insanları önə buraxmaq lazım deyil. Qətiyyən onlara imkan vermək lazım deyil. Onlar mütləq korlayacaqlar. Baxırıq müəyyən zamanlarda, görürük ki, müəyyən zamanlarda müəyyən adamlar, müəyyən insan, ruhanilər daha doğrusu, danışırlar, yazırlar da, misal üçün, onun fəaliyyətinə məhdudiyyət qoyuldu, onun fəaliyyətinə haqlı olaraq məhdudiyyət qoyuldu və onun fəaliyyətinə imkan verilmədi. O böyük alim idi, o mərcə təqlid idi, filan idi. Adam yaşa dola-dola, yaş ötə-ötə başa düşürsən ki, əgər o müəyyən çıxışları çıxır qarşıva, o fəaliyyət eləsəydi, bugün İslamın parlayan günəşi parlaya bilməyəcək. O məhv eləyəcəkdi hamısını. Çünki o nə düşmənlə danışığın düzgün təyin eləyə bilirdi. O dostla düşmən arasında danışıq mövzusunda düzgün təyin eləyə bilmirdi. Düzgün analiz eləyə bilmirdi. O dostla danışacağı sözü düşmənlə danışırdı. Düşmənlə danışacağı sözü dostla danışırdı. Düzgün təyin edə bilmədiyi üçün və ictimai insanlar, bu məsuliyyəti hiss eləyən digər alimlər, ona görə onları, belə deyək, onların fəaliyyətlərinə məhdudiyyət qoyurdu ki, buna görə məhdudiyyət qoyurdu ki, çünki bunlar bizim əleyhimizə dolaşacaqlar. Bunlar bizə ciddi mane olacaqlar. Əgər bunlar ortalıqda olsa, bizim abrımız gedəcək. Bunlar bilməyəcəklər hansı söz danışsın. Nə qədər böyük alimlər var. Görürsən, ən mühüm mövzularda sual ver ona. Burada heç danışmaq lazımdır. Həzrət Əli Əleyhisselamın bir cümləsi vardı elə bu məktubda. Burada ki, hiss eləsən ki, bir yerdə problem yaranacaq, orada dayan. Xatırlayırsa deyir, orada dayanmaq lazımdır. Gəlir, bildiyi sualı soruşur ondan. Deyir, bilmirəm. Çox maraqlıdır. Yəni, mən məcburam ki, hər şeyi qarşımda deyən adama deyim. Mən məcburam ki, hər şeyi açım izah eləməliyəm. Bilmirəm və s. Bilir, çox əla bilir. Sadəcə, mən bilirəm, amma mənim bilgim sənin üçün çox olar, sənə lazım deyil. Mən bilgimi sənə verəmmərəm. Bu bildiyim məlumat sənə deyəmmərəm. Çünki sən çox aşağı adamsan. Sənin məqsədin burada məndən sual soruşmaq deyil. Neysə bilmədiyini bilmək deyil. Mənim bilgimi mənim dilimdən üzə çıxarmaqdır. Burada sənə cavab verməli deyirəm. Hər yerdə hər söz demək olmaz. Hər yerdə hər şeyi danışmaq olmaz. Və eyni zamanda adam əgər əmr məruf eləyəcəksə və nəhyəz münkər eləyəcəksə, biri çıxır, qışqırır ki, sizə bir söz deyirəm, və belə də deyir, sizə bir söz deyirəm, elmi ancaq, dini ancaq 14 məsumdan öyrənin. Güya ki, bugünə qədər cəmaat kimdən öyrənirdi? Güya böyük bir söz dedi. Bu biz nə deməkdir? Bu ciddi düşmənin əlinə, İslam düşmənlərinin əlinə çox gözəl şəkildə işləməkdir. Mən and içirəm ki, sənin bu andıma görə qiyamət günü od qoyacaqlar sənə. Çünki sən İslam düşmənlərinin əlinə ciddi şəkildə qəşəng işlədin. Çox gözəl şəkildə. Burada bəllidir, sənin burada öz hörmətin var, şəxsi mənafiyin var, şəxsi, belə deyək, öz təbliğat yolunun daha geniş açılması üçün, özün üçün şərait yaradırsan. Amma din özü üçün şərait yaradanı istəmir. Din bütün bəşəriyyət üçün şərait yaradanı təqdim edir. Dinin işi özü üçün şərait yaradan deyil. Peyğəmbərin özü üçün çox gözəl şəkildə şərait yaradırdılar və yaradardılar. Heç kimin də işi yox idi. Bütün Məkkə müşriklərinin başçıları belə Əbu Talibə deyirlər ki, nə istəyir verək? Nə istəyir verək ona? Ağalıq istəyir, ağalıq verək, dünya istəyir, dünya verək. Nə istəyir verək? Bir dənə bizdən iş olmasın, bizim bu yolumuzla iş olmasın. Peyğəmbər buyurdu ki, günəşi sağ əlimə verirsiniz, ayı da sol əlimə verirsiniz. Mən yenə sizin bütünlərinizin batıl olmasını və Allahın düz olmasını, Allahın haqq olmasından əl götürməyəcəm. Bu olduqca mühüm məsələdir. Və sonda bunu da qeyd edeyim, yekunlaşdırım. Elə bir zamanda yaşayırıq ki, zamanı düzgün təhlil eləmədən imanlarımızı saxlaya bilmərik.
imanlarımızı qoruya bilməliyik və eyni zamanda əlimizdə olan dəyərləri qoruya bilməliyik. Zamanı çox düzgün təhlil, olduqca dəqiq təhlil eləmək lazımdır. Bir nəfər insan əgər məsuliyyət hiss eləmədən bütün ictimai mövzulara və dünya səviyyəsində açılmış mövzulara dərhal müdaxilə eləyirsə və həyatda daşı daşın üstündə qoymayıbsa, həyatda bir uğura sahib ola bilməyibsə, o ziyan vuracaq. Ya özünə ziyan vuracaq, ya ətrafına ziyan vuracaq, ya digər insanlara ziyan vuracaq və bunu hiss eləməlidir ki, mən ümumiyyətlə bunu etməklə mən nə edirəm? Mən nə kimi faydam var? Mən nə kimi xeyrim var? Ona görə Peyğəmbər gəlir, müəyyən insanlar var ki, onlar görə ancaq qəlblərində çəkdikləri narahatlığa görə və kimin üçün narahatdırlarsa, hansı mömin üçün narahatdırlarsa, onu qəlblərində seçsinlər və dua eləsinlər. O, ondan artıq hərəkət eləməsin. O bir nəfər danışmışdı, özünü gəlib deyirlər ki, sən gözdə, bilirsə, işarədən tutacaqsın ki, kimdən deyirəm. Ən qızğın vaxtda düzgün danışmamış da, yəni. Deyirlər ki, sən gözlə bütün proseslər bitər, ondan sonra danışarsan. Sənin danışmağa yerin yoxdur bu dəqiqə. Sən əgər görsən ki, aid eləməlisən xeyirlə şəri, sən burada nə kimi fayda verə biləcəksin? Bir bax, dəqiqləşdir. Əgər heç bir faydan yoxdursa, fəqət hisslənirsən, sənin inancıva yaxın nələrsə baş verir, hisslənirsən, təsirlənib hislənirsənsə, bu demək deyil ki, sən din üçün yanırsan və müdaxilə edib kömək eləyə biləcəksən. Bəzi hadisələr var ki, deyirlər İbrahim Peyğəmbər odda yanırdı, misal olaraq. Gördülər bir qaranquş, biri qarışqa deyir, biri qaranquş deyir, misal olaraq düzəldiblər də bunu. Ağzında su aparır, deyirlər onu hara aparırsan? Dedi ki, bəs İbrahim Peyğəmbəri oda atırlar, Nəmrud onu oda atır. Aparıram, söndürüm. Dedi, axı bu sonu söndürməz, Nəmrud nə boyda ocaq qalıb. Dedi, yox, istəyirəm vicdanım rahat olsun ki, buna görə aparam. Od söndürməyə bilirəm, mən də bilirəm söndürməz. Amma ki, azından oturmadım. Axı, bu hadisəni bütün hər yerə tətbiq eləmək olmur və düzgün deyil. Aynı oldu. Bu hadisəni hər yerə tətbiq eləmək düzgün deyil. Sən elə, nəsə mən də deyim, nəsə mən də yazım. Mən də varam. Yox, bu olmadı, bu düz deyil. Mən də varam, yox. Əgər bir müdrik bir adam ailə qurubsa, hamı bilir ki, bu müdrik adamdır. Hamı bilir ki, bu təcrübəli adamdır. Bunun həyata baxışı çox açıqdır. Müdrik bir adam ailə qurubsa, yadda saxlayın ki, o ailəni axıra qədər aparacaq, o ailədə evlatları üçün də toy eləyəcək, o ailədə cavanların da fikirləşə biləcək və o cavanları xoşbəxt eləyə biləcək. Bu adam buraya qədər gəlib çıxıb. Ona görə də bizim kimi insanlar ictimai məsələlər, ictimai mövzularda vacib deyil cəmaat mənim barmağımı görsün, hər yerdə layiqdir. Bu düzgün şey deyil. Diqqətli olmalı insan ki, bəzən görürsən bir hərəkətindən, bir addımıyla, bir rəftarıyla xeyir vermək istəyər, üzərinə düşən digər böyük bir məsuliyyətdən məhrum olar. Və nəticə etibarilə axirətdə Allah nə namazdan soruşacaq, nə orucdan soruşacaq ki, sənin üzərinə başqa bir məsuliyyət qoymuşduq. Sən niyə görə öz üzərinə düşən məsuliyyətlə məşğul olmadın, digər işlərlə məşğul oldun. Nəticədə xeyrin də olmadı. Allahdan istəyirəm ki, Allah bizi vəzifəsini bilən insanlardan qərar versin. Allah boynumuzda olan məsuliyyətlərimizi icra eləməkdə Allah bizim əlimizdən tutsun.